Herkese salam. Bugün elimizdeki materialları tamamıyla fərqli bir bucaqdan inceleyeceğimiz xüsusi bir təhlillə qarşınızdayım. İndi bir anlıq düşünün. Niye milyonlarla insan sadece pul kazanmak için bütün hayatını, enerjisini qurban verir, ama çox az bir qism pulu özü üçün işlətməyin sirrini tapır? Baxın, bugün biz məhz bu böyük paradigma sürüşməsini, bu qırılma nöqtəsini danışacağıq. Biz zaman və pul haqqında bildiğiniz hər şeyi kökündən dəyişəcək bir mövzuya giririk. Eğer hazırsınızsa, heç vaxt itirmədən birbaşa mövzuya keçək. İcazə verin sizə hər birimizin, bəli, yəqin ki sizin də ən azı bir dəfə özünüzə verdiyiniz o tanış, amma bir o qədər də qıcıqlandırıcı sualı verim. Niyə bu qədər çox işləməyimizə baxmayaraq biz həmişə belə yorğunuq? Yəni doğrudan da səhər tezdən dururuq, yollarda o qədər vaxt itiririk, bütün gün enerjimiz sovrulur və sonda nə üçün? Ay sonundakı o kiçik maaşı gözləmək üçün, elə deyilmi? Bu rutin o qədər normallaşıb ki, bəzən həyatımızın görünməz bir sistem tərəfindən idarə olunduğunu heç hiss etmirik belə. Əgər siz də hər gün eyni təkəri fırladan, amma heç yerə çatmayan o məşhur hamster kimi hiss edirsinizsə və həftə sonu 2 gün yatmaq ən böyük mükafatınızdırsa, inanın mənə, tək deyilsiniz. Problem sizin yetərincə zəhmətkeş olmamağınız deyil, əsla. Problem sadəcə olaraq oynadığımız bu oyunun köhnəlmiş qaydalarındadır. Yaxşı, gəlin bunun dərinliyinə enək. Əslində, bizim bu öyrəşdiyimiz aktiv gəlir modeli sənaye inqilabından qalan köhnə bir qalıqdır. Təsəvvür edin, vaxtilə fabriklərə kim lazım idi? Sadəcə deyiləni edən fiziki insan gücü. Və təhsil sistemimiz də, düzünü desək, məhz bu məqsədlə formalaşdırılıb. Məktəblər bizə risk almağı, yaradıcı olmağı yox, itaətkar bir işçi olmağı, təhlükəsiz maaş illüziyasının arxasınca qaçmağı öyrətdi. Amma gəlin tam səmimi olaq, bu maaşlı sistem əslində elə müasir köləliyin bir forması deyilmi? Düşünün, əvvəllər insanlar zəncirlərlə idarə olunurdu, bugün isə kredit kartları və ipotekalarla. Həyatınızın ən gözəl, ən enerjili illərini başqasının xəyalını gerçəkləşdirmək üçün ofis divarları arasında xərcləyirsiniz. İşdən çıxsanız və ya xəstələnsəniz, gəliriniz anında sıfırlanır. Yəni, bu əslində fərdi azadlığın tamamilə əldən getməsi deməkdir. Və məhz burada məsələnin bütün fəlsəfəsi alt-üst olur. Diqqət edin, bu sadəcə ofis divarına asıb baxacağımız ucuz bir motivasiya cümləsi falan deyil. Bu, sözün əsl mənasında qlobal iqtisadi sistemin açıq şifrəsidir. Dünyanın ən böyük investorlarından biri olan Warren Buffett çox amma çox sərt bir reallığı üzümüzə vurur. O deyir ki, sən yatarkən pul qazanmağın yolunu tapmasan, ölənə qədər işləyəcəksən. Çünki Buffett məntiqinə görə kasıblar həmişə pullarını idarə etməyə çalışır, zənginlər isə zamanlarını. Zənginlər çox yaxşı bilir ki, pul bu dünyada sonsuzdur, bitməyəcək, amma zamanımız dəhşətli dərəcədə məhduddur. Əgər siz bu məhdud zamanınızı, o dəyərli saatlarınızı sonsuz pula birə-bir nisbətində dəyişirsinizsə, dostlar, bu riyazi olaraq uduzmağa məhkum olduğunuz bir oyundur. Baxın, fərq sadəcə o bank hesablarındakı bol sıfırlı rəqəmlərdə deyil, beynin necə işləməsindədir. Orta statistik insan hər şeyi, xüsusən də vaxtını, pulla ölçür. Gəlin belə bir misal çəkək. Bir müəllimi təsəvvür edin. O, 1 saat dərs deyir və sadəcə o 1 saatın pulunu alır. Yenidən pul qazanmaq üçün nə etməlidir? Mütləq yenidən 1 saatını verməlidir. Başqa yolu yoxdur. Amma varlı düşüncə tərzinə sahib bir insan vaxtı tamamilə başqa cür, bir aktiv kimi görür. Həmin müəllim, məsələn, dərsi bir dəfə çox keyfiyyətli formada videoya çəkib, onu rəqəmsal bir kursa çevirsə, vaxtını sadəcə bir dəfə xərcləmiş olur. Lakin həmin kurs internetdə aylarla, illərlə, millərlə insana təkrar satıla bilir. Budur zənginlərin sirri. Onlar vaxtlarını satmırlar, onlar vaxtlarını çoxaldırlar. Deməli, cəmiyyətdəki gəlir modellərinə baxsaq, 3 əsas qrup görərik. Kasıb təbəqə sırf fiziki əməyini, qol gücünü satır. Orta təbəqə isə daha yaxşı təhsil alaraq öz intellektual vaxtını satır. Məsələn, vəkillər, həkimlər, mühəndislər kimi. Bunlar yaxşı qazanır, amma yenə də vaxt satırlar. Amma o ən üst təbəqə var ha, o 1%lik kəsim. Onlar nə əmək satır, nə də vaxt. Onlar sistem qururlar. İnanın mənə, Elon Musk, Jeff Bezos və Mark Zuckerberg ayın sonunda kimsədən maaş gözləmir. Onların sərvəti saatlik ödənişdən gəlmir. Amazon, Facebook, bunlar sadəcə bir sayt və mağaza deyil. Bunlar insanların davranışlarını avtomatlaşdıran, siz yatarkən belə dayanmadan işləyən nəhəng gəlir maşınlarıdır. Yəni, mürəkkəb sistemlərdir. Bəs bu, passiv gəlir dediyimiz şey əslində nədir? Çox vacib bir məqama toxunaq. Passiv gəlir, sosial medianın bizə sırıdığı, o, heç nə etmədən pul qazanmaq yalanı deyil, qətiyyən. Passiv gəlir, əslində rəqəmsal köləlikdən, o, maaşlı sistemin məncənəsindən qurtulmaq üçün atılan məqsədyönlü bir xilas planıdır.
Bu, enerjinizi öncədən tam gücü ilə yükləmək deməkdir. Yəni, əvvəlcə bəlkə də pulsuz, amma həddindən artıq ağıllı şəkildə işləyərək elə bir mexanizm qurursunuz ki, o mexanizm gələcəkdə siz heç nə etməsəniz belə sizə illərlə qazandırsın. Bu nöqtədə siz sadəcə pul yox, öz azadlığınızı, həyatınızın ən gözəl illərini geri satın alırsınız. İndi isə gəlin biraz dayanaq. Çünki işin psixoloji tərəfi bəlkə də texniki tərəfindən qat-qat önəmlidir. Bilirsiniz, passiv gəlir qurmağa çalışanların əksəriyyəti niyə uduzur? Bilikləri olmadığı üçün yox, səbirsizlikdən. Bu proses əslində bir ağac əkməyə bənzəyir. Gəlin o prosesi təsəvvür edək. İlk günlərdə sadəcə əziyyət çəkirsiniz, torpağı qazırsınız, əlləriniz qabar olur, toxumu sulayırsınız, qoruyursunuz və ortada heç bir meyvə yoxdur. Gözlə görünən heç nə yoxdur. Səbir, bax bu məqamda zənginlər üçün bir seçim deyil, bir zərurətdir. Xüsusilə də indiki dövrdə. Hər şeyi bir toxunuşla əldə etdiyimiz, sosial medianın bizə saniyələr içində həzz verdiyi bir vaxtda, aylarla bəlkə də bir qəpik belə qazanmadan eyni intizamla işləmək, bu çox güclü bir psixoloji filtrdir. Amma illər sonra o ağac böyüyəndə, siz həm onun kölgəsində dincələcəksiniz, həm də ləzzətli meyvələrini toplayacaqsınız. Baxın, bu psixologiyanın təməlində tam olaraq gecikmiş nəticə prinsipi dayanır. İcazə verin sizə çox səmli bir xəbərdarlıq edim. Çox insan məyus olur, çünki onlar bugün o balaca toxumu əkib, sabah yuxudan duranda həyətlərində nəhəng bir palıd ağacı görmək istəyirlər. Dostlar, internet iqtisadiyyatı belə işləmir. Sıfırdan bir bloq açmaq və ya rəqəmsal bir məhsul sistemi yaratmaq, bunların sizə ilk ciddi pulu gətirməsi aylar, hətta bəzən illər çəkə bilər. Çünki internet dünyasını idarə edən o rəhimsiz algoritmlər var ha, onlar sizi yalnız və yalnız bir halda mükafatlandırır. Əgər siz ardıcıl olaraq təmənnasız şəkildə uzun müddət ərzində dəyər yaratmağa davam etsəniz. Yaxşı, bəs biz bu rəqəmsal toxumları hara əkə bilərik? Seçimlərimiz nələrdir? Əslində, hər birimizin elə bugün, bəli, elə indi başlaya biləcəyi o qədər rəqəmsal sərvət mühərriki var ki. Məsələn, rəqəmsal məhsullar. Deyək ki, dizayn şablonları və ya rəqəmsal planlayıcılar hazırlayırsınız. Bir dəfə vaxt sərf edib yaradırsınız, amma sonsuz sayda satırsınız. Sonra YouTube kanalları. Təsəvvür edirsiniz, videolarınız sizin üçün gecə-gündüz yorulmadan işləyən rəqəmsal işçilərə çevrilir. Bloqlar, axtarış sistemləri üçün yazılan məqalələr. Siz yatarkən belə sizə illərlə trafik gətirir. Klassik, lakin hər zaman öz sözünü deyən səhmlər və dividendlər və yaxud qlobal auditoriyanı çatan kiçik mobil oyunlar, tətbiqlər. Bunların hər biri əslində nədir bilirsiniz? Bunlar sizin tamamilə avtomatlaşdıra biləcəyiniz kiçik şəxsi fabriklərinizdir. Gəlin biraz riyaziyyatdan danışaq və bu iki fərqli dünyanı müqayisə edək. Ənənəvi işdə qazancınızın potensialı sizin sırf fiziki gücünüz və enerjinizlə məhdudlaşır. Gün ərzində topu 24 saatımız var, düzdür? Ən yaxşı halda bunun 8, 10, gəlin deyək 12 saatını sata bilərsiniz. Yəni qazancınızın betondan bir tavanı var, oradan yuxarı qalxa bilməzsiniz. Lakin, rəqəmsal sistemlərdə bu tavan sadəcə yoxdur. İnternetin müqyaslanma gücü hüdudsuzdur. Gəlin hamımızın tanıdığı Mr. Beast-i düşünək. O, bir video hazırlamaq üçün günlərini, həftələrini sərf edir. Bəli, bu böyük bir əməkdir. Amma o video yükləndiyi an, eyni anda dünyanın dörd bir yanında milyonlarla insan onu izləyir və o video dayanmadan reklam gəliri gətirir. Bu, eyni miqdarda əməyin yüz minlərlə dəfə daha çox nəticə verdiyi o sehirli mürəkkəb sistemdir. Qurduğunuz bu sistemin çox sadə, amma çox möhtəşəm bir qaydası var. O, sutkada düz 24 saat sizin üçün işləyir. Heç vaxt yorulmur, fasilə istəmir, şikayət etmir. İstər bir rəqəmsal planlayıcı olsun, istər günlərlə yazıb ərsəyə gətirdiyiniz bir e-kitab, istərsə də hazırladığınız hansısa süni intellekt prompt paketi, siz həmin məhsulu internetə yükləyib satışa çıxardığınız o an hər şey dəyişir. O məhsul sizin üçün fasiləsiz işləməyə başlayır. Siz şirin yuxudaykən, səyahət edərkən və ya sadəcə ailənizlə gözəl vaxt keçirərkən belə, keçmişdə qoyduğunuz o əmək qarşısı alınmaz bir gələcək mühərrikinə çevrilir. Baxın, passiv gəlirin ən saf tərifi elə budur. Amma mən burada sizinlə tamamilə dürüst, heç bir illüziya olmadan danışmaq istəyirəm. Çünki bu toxunacağımız gizli reallıq bəlkə də bütün bu səyahətin ən çətin, sındırıcı hissəsidir. Kimsə sizə passiv gəlirin asan pul olduğunu deyirsə, bilin ki, yalan danışır. Başlanğıcda sizi nələr gözləyir, bilirsiniz? Çox böyük ehtimalla ilk bir neçə layihəniz tamamilə uğursuz olacaq. Bəlkə aylarla heç bir qazanc əldə etməyəcəksiniz. Motivasiyanız dəfələrlə, bəli, dəfələrlə dibə vuracaq. Və ən acınacaqlısı, bəzən ən yaxın dostlarınız belə sizə "Eşi, bu boş vaxt itkisidir, get normal bir iş tap" deyəcəklər.
Onlar bəlkə də sizin ağlınızı itirdiyinizi düşünəcəklər. Çünki onlar hələ də o klassik bir saat işləyim, maaşım alın məntiqi ilə düşünürlər. Anlayın ki, bu sistem əvvəlcə çox intensiv, qarşılıqsız əmək tələb edir. Bu yola çıxanda bu zərbələri qəbul etməyə hazır olmalısınız. Yaxşı, bəs bu qəliz labirintdən çıxış yolu nədir? Bizim o xilas planımız nədən ibarətdir? Deməli, bu plan 4 çox sadə, lakin inanılmaz güclü mərhələyə bölünür. Birincisi, insanların ehtiyac duyduğu, pul ödəyəcəyi bir bacarığınızı tapın. Bu, dizayn ola bilər, yazarlıq ola bilər, video montaj ola bilər və onu rəqəmsal bir məhsul kimi paketləyin. İkincisi, özünüzə aid bir platforma, bir rəqəmsal əmlak qurun. Bu, çox rahatlıqla bir YouTube kanalı və ya blog ola bilər. Üçüncüsü, uzun müddətli düşünün. 2 həftəyə möcüzə gözləyib ruhdan düşməyin. Və dördüncüsü, bəlkə də ən vacibi, ilk qazandığınız o şirin pulu dərhal gedib yeni bir telefona və ya geyimə xərcləməyin. Varlı insanların ən böyük sirri budur. Onlar ilk gəlirlərini yenidən bizneslərinə, reklamlara, öz inkişaflarına yatırırlar ki, o pul gələcəkdə onlara daha da böyük pullar gətirsin. İnternetin əslində necə möcüzəvi işlədiyini anlamaq istəyirsinizsə, bu sözü əzbərləməlisiniz. Compound, yəni mürəkkəb effekt. Baxın, internetdə riyaziyyat xətti deyil, internetdə hər şey eksponensial böyüyür. Sizin hər gün göstərdiyiniz o kiçik, bəzən mənasız görünən səyləriniz heç yerə itmir. Onlar yığılır və kütləvi bir rəqəmsal sərvətə çevrilir. Məsələn, bir video çəkirsiniz, cəmi 100 nəfər izləyir. Adamın həvəsi ölür, düzdür? Amma əgər davam etsəniz, 100-cü videonu yüklədiyiniz o gün, həmin video sadəcə 100 baxış gətirmir. O, bütün əvvəlki köhnə videolarınız da alqoritmdə yuxarı çəkir və kanala ümumilikdə 100 min baxış gətirir. Təkrar edirəm, davamlılıq sizin bu maaşlı sistemdən qurtulmaq üçün sahib olduğunuz ən güclü, ən gizli silahınızdır. Yavaş-yavaş yekunlaşdırarkən bir şeyi dəqiq başa düşməyimizi istəyirəm. Bütün bu danışdığımız sistemlərin, strategiyaların, o çəkilən əziyyətlərin yekun məqsədi heç də bank hesabınızda 6-7 rəqəmli məbləğlər görmək deyil. Xeyr, əsl məqsəd tamamilə başqa bir gerçəklikdir. Bilməlisiniz ki, sizin həyatınızdakı ən qiymətli, ən əvəzolunmaz aktiviniz pul deyil, sizin vaxtınızdır. Ömrünüzdür. Pulunuzu itirə bilərsiniz. İnanın ki, yenidən qazanacaqsınız. Bəlkə əvvəlkindən də çox. Amma o dünənki 24 saat var ha, onu dünyanın bütün milyarderləri birləşsə belə geri ala bilməz. Pasiv gəlir sistemi qurmaq əslində öz əvəz edilməz ömür vaxtınız üzərində o mütləq nəzarəti və tam azadlığı yenidən əldə etmək deməkdir. İndi isə məni dinləyən dəyərli dostlar, hər şeyi, bütün bəhanələri bir kənara qoyun və özünüzə bu həlledici, bəlkə də həyatınızı dəyişəcək sualı verin. Eyni rutinə, o köhnə, yorucu hamster təkərinə qayıtmaq asandır. Hər kəs bunu edir. Amma reallıq bütün çılpaqlığıyla ortadadır. Ya siz kiminsə sizin üçün qurduğu o böyük sistemin içində ömrünüzün sonuna qədər sadəcə kiçik bir dişli çarx olaraq qalacaqsınız, ya da elə bugündən etibarən bütün çətinlikləri gözə alıb, gələcəkdə sizin üçün işləyəcək o qüsursuz sistemi özünüz inşa edəcəksiniz. İki yoldan biri. Seçim tamamilə sizindir. Hansını seçirsiniz? Bugünlük məndən bu qədər. Vaxt ayırıb bu təhlili mənimlə birlikdə izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Öz rəqəmsal gələcəyinizi qurmağa elə bugün başlayın.